Hər kəsə Avstraliyadan salam dostlar. Ümid edirəm yaxşısınız. Uzun müddətdir video gəlmirdi, YouTube'a video çəkə bilmirdim. Yəni bir çox adam yazırdı ki, niyə çəkmirsən, hardasan, oyan bu yan. Dərslərimlə bağlı, işlərimlə bağlı həqiqətən heç vaxtım yox idi, vaxt olmurdu. İndi də elədir, yəni çox başım qarışıqdır. Bütün gün işə gəlirəm, ora-bura gəlirəm, başım qarışıq olur. Amma bu gün istirahət gün seçdim özümə və çoxdan da getmək istədiyim Avstraliyada Brisbane şəhərində bir muzey var. Queensland Kurilpa muzeyum adlanır. Və bu muzeydə dinozavrların, yəni skeletləri və bir çox heyvanların dondurulmuş halı, yəni də canlı heyvanlar sadəcə dondurublar və bir çox hətta dediklərinə görə burada əsl dinozavr sümükləri var, hansı ki o neçə il bundan qabaq tapıblar və bu muzeydə sərgiləyirlər. Mən bu Brisbane-ə gəldiyimdən bəri o sərgi hələ də qalıb, yəni eyni muzey davam eləyir. Və o muzeyə gedəcəm bu günləri və istərdim ki, oradakıları çəkim sizinlə bölüşüm və çox maraqlıdır həqiqətən. Gəldiyimdən bəri mən artıq 1 il 6 aydır ki, burada yaşayıram. Və heç cürə vaxt tapıb gedə bilmirəm ora. Hər dəfə baş qarışıq olur, bir iş çıxır. Yəni xaricdə olanlar mənim başa düşür. Həqiqətən xaricdə bir şeyə vaxt ayırıb getmək, istirahət eləmək çox çətindir. Amma bacardığım qədər mən bunlara vaxt ayırıram. Və gedə görə necə olacaq? Ümid edirəm bu videoda xoşunuza gələcək. Və deməli dostlar, hal-hazırda burada qış ayıdır, iyun ayıdır, iyunun 9-udur. Bakıda yay gəlir, burada da qış gəlir. Burada fəsillər həqiqətən çox fərqlidir. Və qış ayı olmasına baxmayaraq hava burada yaz kimi keçir. Çox vaxt günortalar isti olur, günəşli olur, axşamlar soyuq, yağışlı olur. İndi bu gün hava biraz tutqundur və yağışlıdır. Yəni belə bir qısa məlumat da vermək istədim sizə. Bir də mənim çəkdiyim bir neçə videolar var ki, bu boş vaxtlarımda, bu aralarda dostlarımla ora-bura getmişəm, maraqlı yerlərə. Videoya çəkmişəm hamısını, sadəcə vaxt tapıb onları montaj eləyə bilmirəm, edit eləyə bilmirəm. İndi çalışdığım qədər vaxt tapıb onları da editləyib paylaşacağım YouTube'da, baxarsınız, onlar da həqiqətən çox maraqlı videolardır. Dostlar, deməli gəlib çatdıq. Art galeri buradadır, muzey buradadır. Sizə ətrafı göstərim. Queensland muzeyum içərisi buradır. Və burada da belə bir gözəl mənzərə var. Süperdir həqiqətən. Burada hara geçsəz divarda möhtəşəm qrafitilər görə bilərsiniz. İndi keçək muzeyin içərisinə. Yuxarıda gördüyünüz kimi belə bir təyyarə qoyublar. Süper yerlər. Burada məlumat mərkəzi və satış yeridir. Maraqlı şeylər satırlar. Burada dinozavrların sərgisi olduğu üçün belə fiqurlar satılır. Cürbəcür, maraqlı dinozavrlar. Çox maraqlıdırlar. Bu fiqur kolleksiya yığanlar üçün əladır. Kəpənəklər falan.
Gördüğünüz kimi her şey var. Balıqlar, kalamar. Burada da yumuşaq kuklalar satılır. Gördüğünüz kimi cürbəcür heyvanlardır. Dostlar, burada da bu qızıldan qəpik tapdığım aparat. Mən SeaWorld-da da tapmışdım. Sea Life. Orada da almışdım. İndi burada da birini alacağım. Ancaq bunu alsam daha yaxşıdır. Bu qəşəng görsənir. Deməli, ödəniş etdik. Ödəniş etdikdən sonra seçirik hansı qəpik istəyirik. Mən bunu istəyirəm. Bəli, qəpiyimiz gəldi. Möhtəşəm. 1 milyon. Uyla, dostlar, burada akula var. Akulalar oyaqdılar, yatmıyor. Akulalar oyaqdılar, yatmayıb. Bir iş doktor bir yaşayır, batmayıb. Əsl akuladır bu. Onu belə düzəldiblər. Maraqlı dəqiqət. Burada çox maraqlı bir maket var. İlanın, desəm bu siçanı ovladığı andı nədir? Çox qəşəng. Burada maraqlı aksesuarlar var, qədimdən qalma qablar falan. Kesin görə burada nə var? Elə burada da bir çox qədimdən qalma qablar görmək olur. Hamısı arxeoloji qazıntılar nəticəsində tapılan qablardır. Maraqlı dəqiqətən. Bu maraqlıdır. Burada çayniklər var. Bu maraqlıdır. Kurasan da eləmir. Və dostlar, budur. Gəlib çıxdıq dinozavrlar olan yerə. Burada dinozavrların harda yaşadığı və hansı dinozavrlar harda yaşayıb onun haqqında məlumatlar verirlər. Wow. Necə düzəldiblər ya. Həqiqətən çox böyükdür. Toxum indir, dişləri və caynaqları itidir. Burada da onun haqqında məlumatlar yazılıb, boyu haqqında, eni uzunu. Və gördüyünüz kimi qalıqları Avstraliyadan tapılıb. Avstraliyada deyirlər ki, əvvəl çox olub. Gördüyünüz kimi Avstraliyanın Queensland ərazisidir. Və buradakı dinozavrlar bu ərazilərdən tapılan qalıqları buradan tapılıb. O haqqında məlumatlardır. Burada çox maraqlı bir heyvan var. It's okay, don't worry. Bu həmin deməli bu heyvanların baş hissələrinin qalıqlarıdır. Tapıntılardır hamısı. Bu isə bu heyvanın maketidir. Bu da onun əsl qalığıdır, yəni tapdıqları qalıqdır. Çox maraqlıdır. Yəni, bu şəkildə olub əvvəllər. Da belə maraqlı illüstrasiya hazırlayıblar. Burada da başqa bir maraqlı heyvanın qalıqlarıdır, gördüyünüz kimi. Bu həqiqətən dəhşət böyükdür ya. Uyda, nə boyda da bu. Həqiqətən çox böyükdür. Adam bu doğrucu həyatda görsə dəli olar.
Və bu da onun ayaq izidir. Həqiqətən inanılmaz. Və burada başqa dinozavrun heykəlidir, skeleti. Burada bu dinozavrun ayağıdır. Burada bir ayaq insandan uzundur ya, həqiqətən. Ki bunu özünə boydadır. Orada möhtəşəmdir. Qəşəng düzəldiblər. Dinozavr başlarıdır, baş sümükləridir. Burada da sualtı balıqların tapıntılarıdır, fosilləridir gördüyünüz kimi. Bu balıqdır. Ooo, bu nə böyükdür. Burada da başqa bir balığın tapıntılarıdır. Həqiqətən möhtəşəmdir. Burada da daha başqa bir heyvanın skeletidir və özünün balaca maketidir. Bu hissədə də balaca heyvanlardır. Sonra qurbalardır. Belə bir heyvandır. Qalıqlardır. Maraqlı zövqlər, buradan quş səsləri falan gəlir. Adam özünü meşədə hiss edir həqiqətən. Wow, burada da başqa dinozavrların kəllə sümükləridir. Gördüyünüz kimi qəşəng səliqəli düzəldiblər. Burada kenquruların da sümükləri var. Və arxada şəkildə görürsünüz həmin kenquruların skeletləridir. Bunları hissə-hissə tapıb birləşdiriblər belə. Bu tərəfdə də daha bir böyük heyvanın skeletidir. Orada dəhşət. Sümükləri necə tapıbları bunlar. Burada arxada şəkildə var əslində hansı heyvandır. Qəribə bir heyvan oxşuyur. Belə bir heyvandır. Burada da başqa bir heyvandır. Gördüyünüz kimi möhtəşəmdir və çox böyükdür. Süper. Deməli, qalxdıq 3-cü mərtəbəyə. Biz deməli 2-də idik, hələ aşağı mərtəbələrdə də var. Gəldik 3-cü mərtəbəyə. Və burada maraqlı bir heykəl var. Qartalın dovşanı ovlaması. Və aşağıdan da başqa qartal ona baxır. Başqa bir quş. Çox maraqlıdır. Burada da çox böyük şeylər var. Bir çox heyvanlar indi başlayaq onlara baxmağa. Burada deməli kenguru var. Burada. Güzeldir. Mesela bu doğrusudur elə. Bunlar necə eləyirlər? Dondururlar. Burada qartallar. Burada başqa bir kenguru əlini alır. Burada dəvə quşu var. Bunların hamısını real olaraq, doğrusu olaraq görmüşdüm zooparkda. Videonu qoyaram buraya, yuxarıdan keçid edib ona da baxa bilərsiniz. Orada elə kengurular, dəvə quşu falan hamısını görmüşəm. Bu isə Avstraliyada o vaxtdan olan dingo itidir.
Dingo adlı heyvanlar var. İtə oxşuyur, amma başqa bir heyvandır. Çox maraqlıdır. Ha, burada belə uçan heyvanlar var. Çox maraqlı. Ha, burada da hörümçək toru var. Görürsünüz kimi burada hörümçək. Çox maraqlı təsadüflər var. Biz bunlara digər tərəfdən baxın. Kengurunun süper təsadüflər, sanki sıçrayan mamet. Elə bil ki, bu atlananda tutublar elə, o şəkildə təsadüflər. Burada da bu uçan siçan var. Da bilmirəm nədir bunun adı. Hə, gliders. Gliders'ti, görmüşdüm bunun adını. Burada da böyle balaca kuşlar, ilan var. Burada başka ilanlar. Burada da hörümçək növləri var. Fərqli hörümçəklər. Deməli bura gəlir burada. Burada da sürünən heyvanlardır belə. Daha doğrusu burada da ilandır. Burada da başqa belə heyvan var. Qurbağaya oxşuyur. Burada əjdarhadır, nədir bunlar? Bizə düzəldilər, dilini çıxardan vaxtı. Tutuquşlardır, Avstraliya meşələrində olan tutuquşlar. Ayda bunlar nə şirindir. Sıçanlara bax. Nəsə yiyir. Bu şey oxşadı. Bizdə o vaxt biologiya dərsində var idi. Ərəb dovşanı belə aparıq bir dənə dovşan idi. Ona oxşuyur. Burada buna bax. Pişikdir, şükür, nədir bu belə? Bu çöl pişiyidir deyəsən, o da çöl pişiyinə oxşuyur. Burada belə qəribə heyvanlar var. Hə, bunu da görmüşdüm, bunun adı başqadır. Bunun adı nə idi? 389. Yazılmış burada. Burada yazılıb. Hə, Yellow-footed rock wallaby. Hə, rock wallaby. Məsələn, kenguruya oxşuyur, amma kenguru deyil, başqa bir heyvandır. Bu da Avstraliyada yaşayır. Bu pişiyin də adı budur. Feral cat. Bu da başqa bir heyvandır. Daha sonra burada hörümçəklər. Gözdən o boydadır. Yaxşı şükür ki, mən otaqdan falan hörümçək tapmamışam. Qaldığım yer təmiz evdir. Amma bəzi yerlərdə şəhər kənarında ən çox olur, evlərdən falan çıxa bilir. Nə maraqlı, bayquşdur, sıçan tutub apar. Burada sıçanlara bax. Bayquşların sıçan tutan vaxtı, süper. Qəşəng zəriflər. Burada uçan balaca tutuquşlardır. Maraqlı dəqiqətən. Bu da yarasadır, balaca yarasalar. Və burada pelikan quşudur. Gördüyünüz kimi burada da yazılıb Australian pelikan. Mən görmüşəm bunları. Gölün qırağında görmək olur. Uçurlar, gəlirlər, üzürlər. Burada da belə uçan heyvanlar. Həşəratlar daha doğrusu. Kəfənərlərə baxın, çox qəşəngdir. Çərtkələr. Bu şəkildə buranı bitirdik. Deməli, bu tərəfdə də bir çox başqa heyvanlar var. Onları sizə göstərəcəm.
Da ağacda yaşayan belə heyvanlardır. Bunlardan küçədə görmək olur ağacda. Mən həmişə görürəm. Adı possumdur bunlar. Hər dəfə mən gecələr evə gələndə görürəm ağacda bunlardan var. Avstraliyada məşhurdur bu heyvanlar. Tutuquşular. Burada da ilan var. Burada da belə digər sürünənlər, quşlar. Burada da hələ həşəratlar var, fərqli. Burada yenə tutuquşlar. Amma burada panda var. Yatan panda. Yarasa. Buradakı yarasalar dəhşət böyük olur. Həmişə görürəm mən, gecələr falan uçurlar. Çox böyük olur. Burada koala balasından. Orada bunlar nə maraqlı heyvanlardır. Nədir bunlar adı? Bunlar da possumdur. Burada bunun heyvandır böyle. 357. Wombat. Ha, wombatdır bu. Burada da yenə quşlar var belə. Bu da Avstraliyada suda məşhur olan su balıqlarından biridir. Adı Platus'dur nədir? Platus balığı. Maraqlıdır. Bu tərəfdə də başqa heyvanlar var. Gördüyünüz kimi quşlar. Ağacda yaşayan fərqli heyvanlardır. Bayquş. Oğul. Burada buna maraqlı, göyərçin oxşayır, amma fərqli rəngdədir. Burada belə kəltənkələdir, qalxır yuxarı. Burada da ilan. Maraqlı düzəldirlər. Bu tərəfdə də başqa vardı. Mən sizə buradan göstərim. Onlar baxsın ora. Narahat eləməyə insanları. O da maraqlı. Bu şeydir. Jellyfish'dir. Meduza. Adı yadımdan çıxdı. Meduzadır. Daha suda olan balıq qulaqlarıdır. Böyle bir kuş. Burada da yenə timsah skeletidir. Sümüklərdir timsahın. Bu hissədə də balıqların maketləridir. Yenə balıq qulaqlarıdır. Timsahdır. Yengecdir. Balıqlardır. Orada bunlar da maraqlıdır. Nə böyükdülər bunlar. Buralar da bu qədər. Bir dənə qaldı bu tərəf görür. Burada nə var? Buralara baxmadım. Burada dəniz heyvanları davam edir. Burada deməli dağ quşlarıdır, qartallar. Burada su tısbağalarıdır. Çox böyükdülər. Uşaq vaxtı məndə var idi balacası. Bu boyda olardı. Su tısbağası saxlayırdım akvaryumda. Çox maraqlı idi. Orada suyun altındakı bitkiləri düzəldiblər, çox maraqlıdır. Burada bunlar nə böyük balıqlardır.
Dəhşət böyükdür. Burada da belə fərqli su heyvanlardır. Uydu. Çox böyükdür. Akula. Meduzalar. Və belə bir çox balıqlardır. Bu tərəfdə qutardı belə. Deməli yerdə belə bir şey düzəldiblər. Bunlar gəlir, üstünə çıxanda qaçırlar. Hansı qorxub qaçır. Maraqlıdır. Burada da yaşıl ilan var. Çox qorxulu görsən həqiqətən. Burada nə böyük kəpənərlər var. Çox gözəldirlər yalnız. Burada da timsah heykəli var. Çox böyükdür bu hayat. Burada da mən varım. Deməli buranı bitirdim, gəzdim. Buranın digər tərəfi də var. İndi buranı baxaq görək burada nələr var. Buralar dəhşət böyük həqiqətən. Burada daşlar, balıq qulaqlar, köhnə skeytlər. Orada köhnə kamera. Orada burada banka var içində. İlan turşusu. İlan turşu vardı. Gələn də bir banka alım aparım. Kartof qızartmasından yeyərəm. Ləzzətli gedər məncə. Maraqlıdır bunlar. Buradan aşağıdakı mənzərə çox qəşəng görsənir. Bu tərəfdə isə yenə quşların maketləridir. Baykuşlardır, çox sürüyor. Maraqlı düzəltmə həqiqətən bu müzeyi. Oradakı qaza bax. Bunlar flamingolar uzun. Bu da nələrdir belə? Bitkilərdir. Bu da nə? Bu tərəfdə də yenə quşlardır. Burada nə qəşəng tutu quşlardır. Çox xoşuma gəlir, rəngli tutu quşlar. Gələcəkdə evimdə alıb saxlamaq istəyirəm həqiqətən. Süper görsənlər. Tutu quşlardır, balıqlardır. Burada su altında olan yosunlardır. Maraqlı yosunlar tapıb qoyublar bura. Dəniz ulduzlarıdır bunlar. Mən Sea Life-a gedəndə orada toxunmuşdum dəniz ulduzuna. O videonu da qoyacağam bura, keçib baxarsınız. Çox maraqlı idi oradakı heyvanlar da, su heyvanları. Krablardır bunlar, gördüyünüz kimi. Cürbəcür krablar var, maraqlı. Bunlar balıq qulaqlardır. Örümçəklərdir. Buradan. Dəhşət böyükdür. Bunlar çox balacadır.
Burada fərqli həşəratlar var. Kokreçlərdir, çərtikələrdir, kəpənəklərdir. Çox qəşəng sərgiyə yığıblar. Hamısında adları var, fərqli. Aynen güzeldi. Bu da yine sürünən heyvanlardır. Tisbağalar ve ilanlar. Ne kadar ilan var orada. Deməli, bayaq o bir tərəfdən baxdım, görmədim. Burada ilan var imiş və please do not tell we are alive. Deyir, toxunmayın, biz canlıyıq. Bu canlıdır dostlar. İlana baxın necə durub. Oyda. Canlıdır həqiqətən. Bir də burada da bir canlı heyvan var, yarpaq kimi gəzir. Görürsünüz. Yarpağa oxşuyur. Maraqlı bir heyvandır. Həşəratdır. Burada qurtlardır, nədir bunlar böyle? Burada da nəsə var, görsənmirəm. Dostlar, bu arxamda gördüyünüz canlı ilandır. Çox qəşəng görsənir doğrudan. Bu mərtəbəni də gəzdim, qutardım demək olar. Hər şeyi göstərdim sizə. İndi düşəcəm aşağı mərtəbələrə, gedək görək orada nələr var. Bu hissədə də belə heyvanların baş skeletləri var. What animal I am? Deyir ki, mən hansı heyvanım? Burada bir ikisini baxdım, tapdım. Burada meymundur bu, meymunun başıdır. Burada belə fərqli heyvanlar var. Nəma, qoçdur, keçidir, hər şey olub, qoyundur. Buradakılar yəqin ki, dinozavr falan. Bu yekə qavana oxşuyur. Bunlar bilməm nədir. Bu qoçdur, qoçun başıdır. Bu da nəsə qavana oxşuyur, dişləri var. Bu get-gedə balacalaşır belə. Bunlar heç bilinmir nədir. Bunlar da yəqin milçəyin zadın baxışıdır. Belə maraqlıdır. Burada da belə heyvanlardır. Dostlar, deməli bu çöl hissəsində də belə 2 dənə dinozavr var. Real maketlərdir. Gördüyünüz kimi dəhşət böyüdür. Və bir dənə də buradadır. Çox maraqlıdır. Dostlar, bu çöldəki mənzərə möhtəşəmdir həqiqətən. Buradan bütün şəhəri görmək olur. Burası South Bank adlanır. Şəhərin ən gözəl yerlərindən biridir. Buradakı mənzərələr həqiqətən inanılmaz gözəldir. Və bir neçə burada da şəkillər çəkdirdim. Bu bir tərəflərdə belə yaşıllıqdır. İsə ön tərəfi göstərəcəm. Burada da digər galeri art var. Oraya gedən yoldur. Gördüyünüz kimi buralar meşədir həqiqətən elə bir. Binaları elə bir ki, meşənin içində tikiblər. Çox qəşəngdir. Yaşıllıq, binanın dizaynları, binaların dizaynı. Bura kitabxanadır. Mərkəzi kitabxana. Bu qədər dostlar. Artıq sərgi bitdi. Ümid edirəm xoşunuza gəldi. Videomu bəyənməyi və məni izləməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda tezliklə paylaşacağam.